Deməli, saat 20:40 oldu. Bundan qabaq bir dənə də belə gətirdim götürəm. Digər mənzərələr olduğunu götürmədim. Bax, saat 7-yə qalmışa kimi əvvəla günorta tərəfdə biraz bulud var idi. Nə deyəcəm? Yəni təbii halda ki, deyirik, buxarlanma, yağış filan. Onsuz da 3 ildir. 36-cı ilə kimi o iqlimlə, okeanla bağlı yəqin ki, çoxsu görüb. Bir platformada verilir iqlimlə bağlı. Bizdən Azərbaycanlı da var onun üzərində və çıxışlar da var. Hələ bu epidemiya girəndən, yəni daxil olunan oyun girəndən, hansı ki hamımız bilirik də, oyunu bilən bilir. Tipdəkilər də bilir, yaxınlar, yəni mən öz çevrəmdə danışıram, bilir. Manqurt öz yatıb bilib qorxu ilə saxlar. Halbuki bu enerji frekansında elə bil ki, insanın yaşayışında yəni ölüm halı yoxdur. Enerji frekansı sadəcə olaraq vücudu gedir 69. Yəni qorxu ilə necə ki digər cərəyanları saxlayıb idarə eləyirlər. İnsanlar da bəziləri elə bilir. Halbuki 100 il əvvəlkiləri biz babamızın babası olanları, babamızın nə bilim atası da sağ idi. Nə həyat hekayələrinə xəbərimiz var. İndicilər siz atasının həyatını bilmir, az qalmışdıq onlara. Mən yenə bizim evdə gözümü açandan danışılıb, heç məndən kiçiklər. Yəni mən özümün şəxsi o tarixi araşdırma və arxeoloji nə bilim digər bir il olduğundan maraqlı öyrənmişəm. Deməyim nədir? İki anda heç kimin xəbəri olmadan, yəni sən çəkinmək lazımdır. Bax, orada ulduz o kometa biraz asılı, hansı ki dünya yerinə görsənir. Və təbii şəkildə 40 saat 7-yə qalmışdan o şimaldan, Bilgət tərəf, şərq tərəfdən aşağıdan gəldi bu belə qərb. Və sakit 22 dərəcədə 25 dərəcə arasında isti olub bugün. Lələkvari bulud deyirlər, buna da biraz yayılıb. Topa buludlar da olur halbuki. Vurtut olan budur. Mənzərə, o biri tərəflərdə isə heç nə yoxdur. Bir dənə bax, orada var. Və salam. Bu gecə çəkilişi ilə qoymuşam proqrama, yoxsa qapqaranlıq. Da ulduzlardadır. Cihaz hələ də çox əl vermir. Yəni ki, bax, bir anda küləyin yüksək qasırğası olmağı və bir anda tufana, leysan olması, qasırğa yağmağı belə. Təbii halda icazə buraxmayan süni texnoloji olmayanda və buludlar öz normasında belə olur. İndi isə bizdə martda bir günə yağılan deyirlər ki, normadan 5-inin yağı. Belə çıxır ki, aprel 5-dən, 2-dən, mayda yağışla 10 il ərzində yağılan yağış və yağıb və 1,5 metrdə insanlar evakuasiya belə heç bir xidmət də gətirilmədən dəhşət vəziyyətdə cürəs qalır. Platformalara çəkilişlər görəndə insan birtəhər olur. Ağzı qanadlar da xoş gəlsin eləyir. O tərəfdən də qara bulud gəlir, bu günəşli tərəfdəndir. Əfsan günəşli hava limanı. Ulduzlar da belə. Uzun oldu çəkiliş. Nəysə göstərirəm ki, necə sakit və sabitdir hava. Bu böyük bir şey.